Nömrəli sualda bizə deyir ki, hansı dibron birləşmədən metil siklopentan almaq üçün istifadə olunur? Uşaqlar, bizə siklopentan deyirsə, onda halogenlər neçə karbon təbii ki olmalıdır? 5 karbon. Siklopentan 5-dir axı. A variantına baxın. Bu karbondan bu karbona gələndə 1, 2, 3, 4. 4 dənə var. Olmaz. Buradan bura gələndə uşaqlar 1, 2, 3, 4. Olmaz. C-yə baxıram. 1, 2, 3, 4, 5. Olar. Amma burada neçə dənə radikal qalıb? Neçə dənə CH3 var? 2 dənə. Bizə deyir metil siklopentan. Metil siklopentan nə deməkdir? Neçə dənə CH3 olsun, qalsın radikalda? Neçə dənə CH3 radikal olmalıdır burada? Bir dənə metil olmalıdır. Amma C variantında 2 dənə metil qalıb. Olmaz. Amma D variantına baxın uşaqlar. 1, 2, 3, 4, 5 və bir dənə də burada CH3. Yəni baxın. D. Y də olmaz, orada siklopropan alınır. Baxın, 3 bucaq alınır. Bu bromdan bu broma 1, 2, 1, 2, 3. Doğru cavab D variantı. Bir dənə baxın. Görün anlaya bilirsiniz yoxsa yox.